Mən Günel müəllimə. Bu gün sizlərlə DİM-in ikinci hissə yeni nəşr test toplusundan xətti funksiya, tərs mütənasiblik funksiyası və onların qrafiklərinin çevrilmələrinin testlərinə baxacaq. Başlayaq birinci sualdan. Birinci sualda deyir ki, funksiyanın sıfırlarını tapın. Funksiyanın sıfırlarını tapmaq, onun absis oxu üzərində kəsdiyi nöqtələri tapmaq deməkdir. Yəni, y-i sıfır olan nöqtələri. Bərabərləşdirib tənliyi həll elə. X-ın eləyəcək 60. Deməli, sənin funksiyanın sıfırları 60, 0 nöqtəsidir. O da C variantında var. 9 deyir, y bərabər 9 funksiyası. Bu sabit funksiyadır və sabit funksiyanın sıfırı olmur. Ona görə yoxdur. Növbəti, funksiya filan nöqtədən keçirsə, yadda saxlayın ki, funksiyanın hansısa bir nöqtədən keçmək o deməkdir ki, sən gətirib x-a, absisə birinci ədədi yazanda 9-u, ordinata da -3-də 1 yazanda doğru bərabərliyi alınmalıdır. Bunu çarpaz vururam, -3k 9, k deyəcək -3. Cavab A bəndi. Növbəti, deyir, filan nöqtədən yenə keçir. 4-cü sual, y bərabər k böl x. X-in yerinə yazıram -25. Burada 5-də 1. Çarpaz vururam, 5k bərabər -25, k deyəcək -5. Hansı variantdır? B variantı. Növbəti 5-ci suala baxaq. Deyir, yenə də 5-ci sualda deyir, bu nöqtədən keçir. Götür köçür funksiyanı və apar nöqtəni əvəz elə. Birinci gələn nöqtə absisdir, ikinci ordinatdır. Sən x-in yerinə aparırsan, -3 yazırsan, y-in də yerinə -7. K-2 bərabərdir 21, k da bərabərdir 23. Varmı 23 cavabı D variantında var. Növbəti 6-cı sualda deyir ki, xətti funksiyanın qrafikidir. Xətti funksiya nədir ümumiyyətlə? Y bərabər kx plus b-dir. Bucaq əmsalı hansıdır? K-dır, düzdürmü? -0.4 x üstəgəl b. Artıq sənin funksiyan bu hala gəldi. İndi b-ni tapmaq üçün sənə şans verib. Orada A nöqtəsindən keçdiyin deyir. Yəni sən bilməlisən ki, sən x-a gətirib -2.5 yazanda, y-də alınır 2.6. Bunun cavabı eləyəcək nə? Bunun cavabı eləyəcək 1. 1 üstəgəl b bərabər 2.6, b də 1,6. Gətirib yerinə yazırsan, 0.4 x üstəgəl 1,6. Baxaq, harada var? C variantında var. Artıq xətti funksiyanın formulunu bilirik. Bax, bu heç vaxt xətti funksiya ola bilməz, məxrəcdə x dəyişəni var. Bu da ola bilməz. Bu da ola bilməz, məxrəcdə x var, bu da ola bilməz. Burada bax, bu xətti funksiyadır. Bunun 5-də 1 x plus 3-də 1 kimi yaza bilərsən. K 5-də 1-dir, b də 3-də 1-dir. Gəldik növbəti 8-ci suala. Sualda deyir ki, asılılıq verilir. Sən funksiyanın asılılığı hansı düsturuna ifadə olunacaq onu tap. Bilməlisən ki, bu y bərabər kx funksiyasıdır. Çünki bu koordinat başlanğıcından keçir. Və həm xətti funksiyadır, həm də düz mütənasiblik funksiyasında k tangens alfadır. K tangens alfadırsa, alfa neçədir? 60 dərəcə. Gətir tangens 60 dərəcə yaz bunun yerinə. İndi düşün ki, tangens 60 dərəcədən alır, kök altında 3. Kökdə 3x olacaq sualımın cavabı. Davam edirik, növbətim. Yenə də qrafikə əsasən deyir, tap, kx funksiyasıdır. K-nın yerinə tangens 120 yazırsan. İndi tangens 120-nin aranızda bilməyən varsa trigonometriya keçməyən, 120-ni 180 - 60 kimi yazsan, ikinci rübdə də 60 dərəcədə aldığını alacaq və yəni, amma işarə mənfi olacaq. Mənfi kök altı 3x, o da C variantında var. Gəldik bura 10-cu suala, işarə təyin edəcək. Yadda saxlayın. Xətti funksiyanın y oxunu kəsdiyi yer onun b-sini göstərir. Deməli, bunun b-si mənfidir. Xətti funksiyanın absis oxunun müsbət tərəfi ilə əmələ gətirilən bucaq itidirsə, onda 90 dərəcədən kiçikdirsə, onda k-mız da müsbətdir. K müsbət, b mənfi, harada var? B-də. Növbəti sualda, y oxunu harada kəsir? Yuxarıda kəsir. Deməli, b müsbətdir. Absis oxunun müsbət tərəfini əmələ gətirdiyi bucaq nədir? Kör bucaqdır, 90-dan böyükdür. Deməli, k mənfidir. K mənfi, b müsbət. Bir baxalım, harada var? K mənfi, b müsbət, D bəndində var. Növbəti sualda deyir, xətti funksiyanın düsturunu yaz. Bax, yenə də təkrar edirəm. Y oxun harada kəsirsə, o b-dir. Yəni, sənin düsturun kx üstəgəl 5 şəklindədir. İndi sənə k lazımdır. Onu necə tapacaqsan? Bu funksiya absis oxunu harada kəsir? -5'də. Yəni -5 0 nöqtəsində kəsir. Gətir x-in yerinə -5 yaz.
Y-ə də 0. K1-dir. K1-dirsə, B neçədir? 5. 1 üstə gəl 5. Cavab eləyəcək 6. 13-cü sualda deyir ki, yenə də absisi ordinata bərabər olan, görün nə demək istəyir? Absis deyir, ordinata bərabərdir. Götürürsən bax bu sualda absisin yerinə ordinat və ya ordinatın yerinə absis yaz. Məsələn, mən y-i götürüb yerinə x yazdım. İndi tənliyi necə həll edərəm? X-ları bir tərəfə keçirdərəm. X da bərabərdir, 4-ü vuracam 2-də 5-ə. Bunu da cavab eləyəcək 10. İkisi də bir-birinə bərabərdirsə, deməli hər ikisi 10-dur, toplamı 20 eləyəcək. Yenə həmçinin bu sualda o formadadır. Keçək 15-ə. 15 hansı funksiyadır? Hiperboladır. Hiperbola hansı funksiyaya aiddir? Y bərabər k bölü x funksiyasına. Və bu harda var? K bölü x formalı B-də. Keçirik 16-cı suala. Bir şeyi yaddan çıxarmayın. Bunların 4-ü də hiperboladır. Amma birinci, üçüncü rübdən keçirsə hiperbolanın əmsalı müsbətdir. İkinci, dördüncü rübdən keçirsə hiperbolanın əmsalı mənfidir. K müsbət, B mənfi. Baxaq, harada var? K müsbət, B mənfi. C variantında var. Növbəti yenə də tərs mütənasiblikdir. Hansı rüblərdən keçir? 2, 4. Deməli, həm K mənfidir, həm də B mənfidir. İkisi də mənfidir. O da A bəndində var. Davam eləyək 18-ci sualla. 18-ci sualda baxın, yazıb ki, A B-dən balacadır. Modulda təbii ki. A B-dən balacadır və bu tərs mütənasiblik funksiya, düz mütənasiblik funksiyalarıdır. Koordinat başlanğıcından keçir. A ilə B-nin ikisi də mənfidir. Deməli, bu ikinci dörd. Bu ola bilməz, bu ola bilməz, bu ola bilməz. Ya C-dir, ya Y. Amma burada nəyə fikir verək? Baxın, B-nin qiyməti, məsələn, Y bərabər tutalım ki, B deyir modulda ondan böyükdür. Mənfi 3x. Bax, fikir verin, məsələn, x-a siz mənfi 1 versəniz, mənfi 1 versəniz x-a, y-də alacaqsınız müsbət 2. Tutaq ki, o buradır. Mənfi 1 verəndə, digərində artıq 3 alacaqsınız. Görürsünüz, bu bundan daha hündürdə yerləşir. Ona görə elə doğru cavab da Y-dir. Yəni, siz belə başa düşə bilərsiniz ki, hansının modulu daha böyükdürsə, o ordinat oxuna daha yaxın yerləşir, daha çox sıxılır. Növbəti sabit funksiyadır. Biz sabit funksiyanı bilirik ki, y bərabər B funksiyası sabitdir. Sabit funksiya o deməkdir ki, bütün qiymətləri də eyni cavabı bərabərdir. Yəni, F1 də bir A-dır, F3 də bir A-dır, F9 da bir A-dır. A-nın kubu edər mənfi 27, deməli tapacağın A mənfi 3-dür. F64-ü mü soruşur? O da mənfi 3-dür. Cavab C variantı. Ümumiyyətlə, sabit funksiyada absis olmur. Ordinat bərabər də hər hansı bir ədəd olur. İndi baxın, deyir sabit funksiyadır. Ayşələr, başa düşməliyik ki, sabit funksiyanın içində x dəyişəni olmur. Sadə bəsit dinlən belə deyil. Bəs yaxşı, necə olur ki, bu misalda x dəyişənini veriblər? X dəyişənini versələr də qarşısında parametrdən asılı əmsal var. Bu parametrlərin x-in olmaması üçün A minus 3 0 olmalıdır. B minus 4 0 olmalıdır ki, B də olsun 4. Bunlar gedər 0 qalır. İndi baxın. A-ya 3 verim, 2 3-ün 6. B-yə də 4 verim, 12. Eləyəcək 18. Deməli, sənin funksiyan fx bərabər 18-dir. İndi nə qiyməti olur olsun, bunun cavabı 18 çıxacaq. Daha mən deyəcəksiniz, müəllim, niyə hesablamadan 3 ilə 4-ü yerinə yazıb? 3 ilə 4-ü yerinə yazsaq F7 verir, amma bu da 18 fərq etmir. Bütün qiymətlər də eynidir. Davam edirik, kəsir rasional sabit funksiya. Unutmayın, kəsir rasional sabit funksiyaların belə bir qaydası var ki, əgər bir funksiya kəsir rasionaldırsa və sən onu sabit adlandırmaq istəyirsənsə, onda əmsallarının nisbəti eyni olmalıdır. Bu xassəni unutmayın. Yəni, K-nın 5-ə nisbəti 5-in mənfi 25-ə. Mənfi 25, K bərabər 25, K da bərabər mənfi 1. Bu olacaq K mənfi 1. K mənfi 1-i tapdın. Apar K-nın yerinə mənfi 1 yaz.
-5də 1-də funksiyanın öz qiymətidir. Yəni sabit olduğu üçün o mötərizənin içində yazıb F2. Fərqi yoxdur. F12 yazsın, F5 yazsın, F6 yazsın. Hər neçə yazır yazsın. Sənin əgər sabit funksiyan -5də 1-də qiymətlər eynidir. Funksiyaların kəsişmə nöqtəsinin deyir koordinatlarını tapın. Yadda saxlayın, kəsişmə nöqtəsinin koordinatlarını tapmaq üçün siz funksiyaları bir-birinə bərabər eləməyə bacarmalısınız. Funksiyaları bir-birinə bərabərləşdirirsiniz. 3x minus 5x bərabər -13 üstəgəl 7. X 3'dür. X'imiz 3'dür. 3'ü yerinə yazsaq y-imiz 2'dir. 3 üçün 9, 7 çıxdı. Necə istəyirsən burada da yaza bilərsən. 6. 23-cü suala baxaq. Deyir ki, şagirdin oxuduğu səhifələrin zamana görə asılılıq qrafiki verilib. Neçə dəqiqədən sonra ümumi oxuduqları səhifə, neçə dəqiqə sonra hər iki şagirdin oxuduğu ümumi səhifələrin sayı 210 səhifə olar. Baxın, birinci şagird 20 dəqiqəyə 18 səhifə oxuyur. Burada əslində düz mütənasiblik düsturudur. Yəni y bərabər kx funksiyasıdır. Deməli 20 dəqiqəyə 18 səhifə oxuyur. İndi bu adam baxın 20 dəqiqəyə 18 səhifə oxuyursa düsturun yarada bilərsiniz. Bəs 1 dəqiqəyə neçə səhifə oxuyur? X səhifə. Yəni siz buradan K mütənasibliyi əmsalını özünüz düzəldə bilərsiniz ki, K bərabər, elə bil birinin yerinə 20 yazacaqsınız, birinin yerinə 18. Yəni, baxın, belə bir düstur olacaq. Bu da eləyəcək nə? K. K bərabərdir 20-də 18. 2 ixtisar getdi, 10-da 9. Yəni, y bərabər 10-da 9 x-dir. Bu birincisi. İkincisini düzəldək. İndi bu 30 dəqiqəyə, elə bil 15 bərabərdir, 30 K-dır. K-da 2-də 1-dir. Yəni y bərabər 2-də 1 x-dir. İndi deyir, bunlar necə olmalıdır ki, cəmləri 210 versin? Bu da eləyəcək 150. Deməli, indi bizdən bu nə soruşur? Neçə dəqiqə sonra hər kişinin şagirdin oxuduğu səhifələrin ümumi sayı 210 olar. 150 dəqiqədən sonra bu mümkün olar. Keçək bu suala. Deməli, burada tərs mütənasiblikdir. Deyir ki, n üstəgəl 1-ə 10 uyğundur. N üstəgəl 7-yə n uyğundur. Tərs mütənasiblikdə necə işləyirdiniz? Bu şəkildə. Əslində burada y bərabər k bölü x funksiyasını düzəldə bilərik biz. Elə bil y budur, x-i da budur. Aparıb yerinə yazsanız düzələcək də. Amma mən bu şəkildə çarpaz vururam, qarşı-qarşıya vururam. Çünki tərs mütənasib cəmiyyətdir. N vurulsun, n plus. Deməli, n-in qiyməti 2-dən tapdıq, amma bu işçi sayı zaman olduğu üçün n mənfi ola bilməz, n 5 olmalıdır. Tamam, n-i 5 tapdın, 5 yazsan yerinə. 10 dənə işçi 5-in üstünə bir gələndə neçə eləyir? 6 zaman 6 gün olsun. İndi deyir 20 dənə işçi həmin işi neçə günə görər? Düz mütənasib deyil, axı tərs mütənasibdir. Bunu da qarşı-qarşıya vurursan 20x bərabərdir 60, x da bərabər 3 günə görər. Bu da, yəni funksiyanı da düzəldə bilərsiniz uşaqlar. Y bərabər k bölü x da düzəldib həll eləyə bilərsiniz. Onu da deyim.
Yəni aparıb birinin yerinə 10 yazırsınız, birinin yerinə n plus 1 yazırsınız. Elə bil x budur, y də budur. X-a bunları deyin, y-ə də bunları deyin. Tərs mütənasiblik düsturu alın, eləyə bilərsiniz. Cavab yenə də eyni çıxacaq. Deyir, qrafiki ordinat oxunu mənfi hissədə kəsir. Baxın, bu hansı funksiyalar sinifinə aid bir funksiyadır? Bu funksiyalar, belə deyək, xətti funksiyalar sinifinə aiddir. Bu K-dır, bu da B-dir. Bəs indi bir düşün, bir xətti funksiya ordinat oxunu nə vaxt mənfi yerdə kəsir? Xətti funksiya ordinat oxunu mənfi yerdə kəsmək üçün xətti funksiyanın B-si mənfi olmalıdır. Heç nə, deməli sən 3a kvadratı minus 14a-nı kiçik götürürsən 0-dan. Buradan a-nı çıxardırsan. Dörd tam işləyici, müsbət, mənfi, müsbət. 1, 2, 3 və 4. 4 qiymət. Neçə tam qiymətində? 4 dənə tam qiymətində. Deməli, növbəti isə deyir ki, n parametrinin hansı müsbət qiymətində funksiya sabit funksiya olar. Sabit funksiyanı biraz öncə dedim yuxarıda. Nisbətlər eyni olmalıdır. Sadəcə bunu yerinə yetirirsən. Çarpaz vursam bunları m kvadratı 36. M də bərabər plus minus 6. Lakin müsbət istəyir. Testin cavabı 6 olacaq. Gələk buradan. Uşaqlar bu cür uyğunluq testlərində bəzən əziyyət çəkirlər. Deməli, sualın məğzi nədir? Baxın, birinci bunu funksiya halına salıram, üçünü də. Bax, necə funksiya halına? Buradan y-ə tapmaq lazımdır. 3y bərabərdir 5 çıx 2x. Yəni, y-də bərabərdir 5 böl 3 minus 3-də 2x. İndi gəlin baxaq. Qrafik koordinat başlanğıcından keçirmi? Xeyr, keçmir. Əmsalı mənfi 1,5-dirmi? Ona da xeyr, mənfi 1,5 deyil. Bucaq əmsalı mənfi 3-də 2-dir. 1-1 nöqtəsindən keçirmi? Bir yoxlayaq. X-ına 1 verim. Y-i görüm 1 alırmı? X-ına 1 verəndə 3-də 5 çıx 3-də 2. Bəli, 3-də 3 eləyir. Bu da 1 eləyir. Aha, buna variant tapdıq hələ ki birin. Deməli, C bəndi uyğundur. Absis oxunun müsbət istiqamətlə 135 dərəcəli bucaq əmələ gətirir. Xeyr, 135 dərəcəli bucaq əmələ gətirmək üçün tangens 135 dərəcə K-ya bərabərdir. Yadda saxlayın, bucaq əmsalı alınan oradakı bucağın tangensidir. 135 dərəcədə mənfi 1 olduğu üçün bu K-sı mənfi 1 olan varianta aid olacaq. Qrafiki mənfi 1 3-də 2-dən keçir. Xeyr, keçmir. Mənfi 1 verəndə 3-də 2 almır. İndi keçirik ikinci funksiyanın düzəlişinə. 1-ə sadəcə C uyğun oldu. 3x plus 3y bərabər mənfi 1. Baxın, fikir verin, bunun K-sı mənfi 1-dir. K-sı mənfi 1-cə bu 135 dərəcəli bucaq əmələ gətirəcək. Sonra x-a mənfi 1 verəndə 3-də 2-dən keçir. Bir x-a siz aparın mənfi 1 verin. Görəcəksiniz, həqiqətən də 3-də 2 alır. Deməli, bu variant da buna keçərlidir. Onda buna həm D, həm də Y uyğun oldu. Davam edirik üçüncüsünə. Üçüncü sualda da y tapılıb funksiya halına salıram. 2y bərabər mənfi 3x, y bərabər mənfi 3-ü 2-yə böləndə mənfi 1,5x. Fikir verin, bucaq əmsalı mənfi 1,5-dir. B bəndi başqa nə deyir? Koordinat başlanğıcından keçir. Bəli, bu düz mütənasiblik funksiyasıdır. Keçir koordinat başlanğıcından. Bu da oldu bizim uyğunluğumuz testinin cavabı. Baxaq növbəti suala. Növbəti sual xassələrə aid bir uyğunluqdur. Yəni, bunun 28-29-əni də birin eləyəcəm. Diqqətli dinləyin. Deyir, hansı rüblərdən keçir? Mən sizə onun qrafikini təsvir eləməyə çalışacağım. Deməli, fikir verin, K mənfidir. K mənfidirsə kör bucaq yaradır. B müsbətdir. B müsbətdirsə yuxarıda kəsir və kör bucaq yaradır. Baxın, qrafik belə bir şey. İndi hansı rübləri əhatə elədi? Birinci, ikinci və dördüncü rüb. Varmı elə bir cavab? Bəli. C variantında birə var. Absis oxunun müsbət istiqamətlə iti bucaq əmələ gətirir. Xeyr. Birinci, üçüncü rüblərin tənböləndir. O da xeyr. Deməli, burada bir tək C uyğundur buna. Keçdik ikinci suala. K müsbətdir, B mənfidir. K-mız müsbət. İti bucaq əmələ gətirir. B mənfi. Baxın, belə bir şəkildir. Hansı rüblərdən keçir? Birinci, üçüncü, dördüncü rübdən keçir. A bəndi buna uyğundur. Başqa nə variant gedər? Absis oxunun müsbət istiqamətlə iti bucaq əmələ gətirir. Bəli, Y variantı da buna uyğundur. Davam edirik növbəti.
K -1-dir. Baxın, y bərabər k-ya -1 yazıram. B də 0-dır. Sənin funksiyan bax budur. Bu hardan keçə bilər? Yadda saxlayın, bu düz mütənasiblik funksiyasıdır. K mənfi olduğu üçün ikinci dördüncü rübdən keçir. Plus y bərabərdir mənfi x funksiyası ikinci dördüncü rüblərin tənbölənidir. Çünki tam simmetrik şəkildə x-a -1 ver, y-də -1, x-a -2 ver, y-də -2. Bu tənbölənlik xassəsini göstərir. Ümumiyyətlə yadda saxlayın. Y bərabər -x ikinci dördüncü rübün tənbölənidir. Y bərabər müsbət x isə birinci və üçüncü rübün tənbölənləri olur hər zaman. Bu da ikinci dördüncü rübün tənbölənidir. O da cavab var B-də. Davam edək. Növbəti suala baxaq. Deyir, hovuzdur. Hovuzlar biri zaman 2 saatdır. 2 saata bir akranı boşaltmaq üçün baxın. Akranı 2 saata 18 kub su doldurur. Deməli 1 saata 9 kub su doldurar. 9 kub metr. B kranı isə boşaldır suyu və 3 saata 15, 15 3-ə böləndə 1 saata 5 kub su boşaldır. Onda belə çıxır ki, 9-dan 5-i çıxanda 1 saata hovuzda 4 kub su qalır. Hər iki kran eyni zamanda açılaraq 8 saat açıq qalarsa, həcmi 50 kub olan hovuzun neçə var? Baxın, həcmi 50 kub bir hovuzdur. Hər saat başına hovuzda 4 kub su qalır. Neçə saat açıq qalıb? 8 saat. 4 8-in 32. Bunları da 2-yə ixtisar aparsanız 16/25. Tamam. Növbəti suala baxaq. Deyir, funksiyanın qrafiki birinci, ikinci rüblərdən keçir. Siz bir şey bilin ki, bu xətti funksiyalar sinifinə aid idi hər hal-hazırda. Amma xətti funksiya heç vaxt 2 rübdən keçmir. Deməli, bu xətti funksiyanın şəkil dəyişmiş halıdır. Bu bilirsiniz, birinci, ikinci rübdən keçən hansı funksiyadır? Sabit funksiya. Baxın, y bərabərdir b funksiyası, sabit funksiyadır. Y oxunda b-ni qeyd edirsən, birinci, ikinci rübdən keçir. Amma hər zaman 1-2-dən keçmir, 3-4-dən də keçə bilir. Əgər sənin b ədədi müsbətdirsə 1-3-dən keçir. 1-2-dən keçir. İndi baxın, bu xətti funksiya formuludur. Axı, mən də dedim, sabit funksiyadır bu birinci, ikinci rübdən keçən. Sabit olmaq üçün, deməli, bax, burası 0 olmalı bu yaşıl rənglədiyim hissə. O zaman a kvadratı minus 10a plus 16 bərabər 0. İndi baxaq, amma burada bir şeyə diqqət edirsiniz. 8-2 aldınız. Buranı 0-a çevirdiniz. Qaldı y bərabər 9 minus a, sabit funksiya. Axı, sabit funksiyanın birinci, ikinci rübdən keçməsi üçün bu 9 minus a kvadrat ifadəsi müsbət olmalıdır. Təbii ki, sən ora 8 yazanda heç vaxt düz gəlməyəcək. A-nın ona görə qiyməti 2-dir. Davam edirik. Xətti funksiyanın qrafikinə əsasən n parametrini ala biləcəyi qiymətlərin cəmini tapın. Baxın, bu sizin xətti funksiyanı nə qədər yaxşı tanıya biləcəyinizi göstərir. Baxın, funksiya y oxun yuxarıda kəsilir. Deməli, b müsbətdir. Nədir b bu? 10m minus m-in kvadratı minus 16 böyükdür 0-dan. Hər tərəfi mənfiyə vururam. m minus 2, m minus 8 kiçikdir 0-dan. 2 və 8. Kiçik 0 müsbət, mənfi müsbət. Kiçik 0 2 8 arasın. İndi baxın, iti bucaq yaranıb burada. Deməli, k-da müsbətdir. O zaman 4m minus m-in kvadratı üstə gəl 12 böyükdür 0-dan. Hər tərəfi mənfiyə vur. Vuruqları ayırım. M minus 6. M plus 2. Buradan da çıxdı mənfi 2, 6. İndi hər ikisinin kəsişdiyi yeri tapım. 2, 8. Bir də burada nə var? Mənfi 2, 6. Kəsişmə hara düşür? 2, 6 və hər ikisini də almır. 2, 6 arasında hansı tam ədədlər var? 3, 4 və 5. Davam eləyək.
Deməli, bu sualda, maraqlı sualda 34-də, baxın, alınan funksiya xətti funksiyadır. Deməli, siz iki funksiyanı toplayanda xətti funksiya almısınızsa, onda sizin funksiyanız, fx funksiyanız kx plus 5 şəklindədir. Birinci buna aydınlıq gətirir. İndi sənə nə verib? f3x minus 5. Yəni, demək istəyir ki, apar orada x-ların yerinə 3x minus 5 yaz. Gəlin alaq 3x minus 5-i. K vurulsun 3x minus 5 üstə gəl b. İndi alaq f2x plus 3-ü. X-in yerinə 2x plus 3 yazarsan, vurulsun 2x plus 3 üstə gəl b. Və bunları toplayanda tərəf-tərəfə 5x üstə gəl 12 alırsan. Əslində bu çox hədli bərabərlik şərtinin köməyi ilə həll olacaq. Deməli, yuxarını sadələşdirirəm. 3kx üstə çıxılsın 5k üstə gəl b. Aşağını sadələşdirirəm. 2kx plus 3k plus b. İndi bir şey fikir verin. Bunları toplayanda 5x plus 12 alıb da. Bu deməkdir ki, sən bu x-ların qabağındakı əmsalları toplayanda 5 almalısan. Yəni 3k ilə 2k-nı toplasan 5 almalısan. 5k-vız 5-dir, k neçədir? 1-dir. Bunu tapdın, sırayla tapaq. Və bunlar yadda saxlayın, bütövlükdə sərbəst həddin yerindədir. Yəni mənfi 5k üstə gəl b-nin üstünə. 3k plus b gəlsən, bunun 12-sinə bərabər olacaq. Mənfi 2 vurulsun 1 üstə gəl 2b bərabər 12. 2b 14 və b də 7-dir. Aha, b tapıldı, k tapıldı. Deməli, sən funksiyan artıq düzəlib. K 1-dir, 1x plus 7-dir. F5-i soruşur, x-in yerinə 5 yaz, 12 edər testin doğru cavabı.